Kimya formullar üzrə hesablamalar. Səhifə 11. Kimyanın nişanlı aşkarı. Baxın, suallarınızı verin. Yəni. Deməli, 3-cü suala baxın. Burada qeyd edirəm. Görsənir ekran. Deyir ki, 3-cü sualda baxın, 3-cü sualda. Deyir ki, H2SO4 sulfat turşusunun formulu. H2SO4'də indekslərin cəmini hesablayın. H2SO4. Xeyr, 6 deyil. Bax, burada kükürdün sayı nədir? 1'dir, yazılmayıb. Yazılmayıb. 2 dənə nə görürsən burada? Bax, dəftərə yazdırmışdım Hüseyin. Bu nədir? Bu, hər elementin ayağındakı onun nəyi sayılır? İndeksi. Və yaxud da nəyi? Sayı. Atomunun da sayı ola bilər. Atomunun sayı. İndeksi və yaxud da atomun sənə də sualda soruşacaq. H2SO4'də indekslərin cəmini hesablayın. Neçə dənə hidrogen var burada indi? 2 dənə hidrogen var da 2. Üstə gəlsin. Döndər də. Telefonu döndər də Hüseyin. Böyrələ baxınca telefonu döndər də. Döndərin ki, telefonu. Neçə dənə kükürt var bəs? 4 dənə müəllim. Kükürt neçə dənə var burada? Kükürt. H2SO4 burada neçə dənə kükürt görsən? 1 dənə. 1 dənə kükürt var burada. 1 dənə. O da yazılmır. Bir dənə bu daha da elə. Ona görə yazılmır. 1. Sonra neçə dənə oksigen görsən? 1 dənə. Oksigen neçə dənədir burada? Oksigen. Bax da indeksi neçədir oksigenin? 4 dənə müəllim. 4 dənə də vəssalam da. Bu neçə elədir cəmi? 7. Bunu yazdırmışam da sənə dəftərə yazdırmışam ki, nədir bu ayağındakı onun indeksidir və yaxud da sayıdır. Qutardı 7-də səndən də sayı soruşadı. 2 üstə gəl, 1 üstə gəl, 4. Bu 4-cü sualı sən tap Hüseyin. H3PO4. Denən yazım. Neçə hidrogen var burada? Mən 2 dənə. Deyəm mən 3 dənə. 3 dənə. Sonra neçə dənə fosfor? 1. 1. Üstə gəl neçə dənə oksigen? 4 müəllim. Əhsən, qutardı getdi. 4 isə 4 elədi 8. Vəssalam. Sonra növbəti sualı ver onda. 7-ci sual müəllim. 7-ci sual, bəli. Sən də bəs Hüseyin. Mənim dəftərə baxın. Məndə elə 7-dir müəllim. 7-də əla. Ekranı görürsünüz yazdığımı? Bəli. 16-cı sualda baxın, 7-ci sualda baxın uşaqlar. Deyir ki, 16 qram hidrogenin. Hidrogen nədir? H yazdım. Neçə qram verim? 16 qram. Üstünə yazdım 16 qram. 16 qram hidrogenin oksigenində tam yanmasından yadınızda saxlayın. Hansı maddənin yanması deyirsə desin, siz oksigenin yadınızda saxlayırsınız. Yəni oksigenlə reaksiyasını deyir sənə. Sən də yazsan hidrogen. Hidrogeni bəsit maddə kimi yazanda ayağına nə yazırdıq? İndeksinə nə yazırdıq? 2. H2 üstə gəlsin nəyinə yandırmaq deyir? Oksigində. Yazırdın O. Oksigenin indeksinə neçə yazmalıyıq? 2'dir, bəli, qaz halındadır. 2 yazmalıyıq. Reaksiya yaparsan. Yəni ki, deyir ki, hidrogeni oksigende yandır. Sən də yazsan ki, hidrogen H2 plus O2, ox qoydum bura. Reaksiya işarəsidir bu ox. Alınacaq nə? H2O, su. Su alınacaq Hüseyin. Hidrogeni oksigende yandırırsan, alınır su. İndi nə eləmək lazımdır? Uşaqlar, burada qaldı bir məsələ. Baxın, bu oxun... Necə? Oksigenin indeksindəki 2 niyə yazılmır? Niyə yazılmır? Bax, deyəcəm sənə. Burada hidrogen element kimi, bəsit maddə kimi yazdıq deyə, ayağında ikisini yazmalıydıq. Oksigeni bəsit maddə, yəni tək halda yazdığımıza görə, reaksiya getdiyinə görə qaz haldadır deyə 2-ni yazıb göstərməliydik. Amma burada oksigenin ayağına heç nə yazmadı. Nəyə görə? Çünki hidrogen oksigende yanında su əmələ gəlir. Suyun da formulu H2O-dur. H2O2 deyil. H2O2 hidrogen peroksiddir bu. Bu başqadır. Hidrogen peroksid. Evdə deyirlər perkis gətir. Yaranı qaynatsın. Bu perkisdir. Sən götürüb hidrogenin ayağına, oksigenin ayağına 2 yazsan nə olacaq? Hidrogen peroksid olacaq. Amma səndə deyir ki, hidrogeni oksigende yandır. Onda alınan maddə sudur, H2O-dur. Məsələn, əgər bu 2-dən sən rahatsan da, 2-dən sarı. Bu 2 bilirsiniz hara yazılacaq uşaqlar.
Həmin gələcək suyun qarşısına yazılacaq. Nəyə görə? Çünki bu reaksiya oxunun bu sağ tərəfi, bax bu nədir? Sağ tərəfdir. Oxdan sağa. Reaksiyanın bir də var nəyi? Sol tərəfi, sol. Solda və sağda uşaqlar elementlərin sayları bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Əgər, bax, indi bunları silim, qoy, qarışmasın. Əgər, bax, oxdan bu tərəfdə 2 dənə oksigen varsa, bu tərəfdə də nə? 2 dənə oksigen olmalıdır. Amma sənin neçə dənə oksigenin var bu tərəfdə, sağ tərəfdə? Sağda neçə oksigenin var Hüseyin? Sağda mən Burada neçə dənə oksigen görsən sən? Ülvara getdin. Sinana yazdım, boşluq dərsi. Gəlib dərsdən. Yaxşı. Burada neçə dənə oksigen var? Sağ tərəfdə suda olan oksigen. Suda Bir dənə oksigen var. Amma sağ tərəfi, sol tərəfində neçə dənə oksigen var? Solunda neçə oksigen var? solunda 2 dənə. Solda bəli 2 dənə. Bax bu da Hüseyin. Bir dəqiqə. Hüseyin bax bu da 2 dənə. 2 dənə. İndi nə olacaq? Solda 2, sağda 2-dirsə sən gətirib bura 2 yaza bilməzsən. Ya nə də bura 2 ata bilməzsən sonradan. Bu olmaz. Bura 2 ona görə atmaq olmaz. Sən bu maddənin formulunu dəyişə bilərsən. Bu ona görə olmaz. Burada 2 ona görə olmaz ki, bu artıq nə? H2 ilə O2 birləşib bir dənə maddə olub. Əgər oksigenin sayını düzəltmək istəyirsənsə, ümumilikdə hara yazmalısan 2-ni? Bax, bura 2. İndi neçə dənə hidrogen oldu? 4 dənə. Oksigen neçə dənə? 2-ni vurursan bu 1-ə. Oksigen sayını eləyir 2 dənə oksigen. Aha. İndi hidrogen sayı 4-dür. Bu tərəfdə, sol tərəfdə neçə hidrogen var? Sol tərəfdə 2 hidrogen var. 2 hidrogen var. Necə bərabərləşdirim? Burada 4, burada 2. Necə düzəldim? Bura 2 atım. 2 attım. Burada oldu 2, 2'nin 4 dənə. Burada da 4 dənə hidrogen. 2 dənə oksigen burada. 2'ni vurdum bu 1'ə. Elədi 2 dənə də oksigen. Vəssalam. Düzəldi sayılar. Bəli, vəssalam. Onda bu solu sağı sildim. İndi keçdik məsələmizə. Məsələdə deyir ki bizə nə deyir? 16 qram hidrogen üstünə yazdım. 16 qram hidrogen. Bax bunu silirəm. Bu göy rənglə yazıram. 16 qram deyir hidrogenin oksigende tam yanmasına neçə qram su alınır? 16 qram hidrogen yanında uşaqlar bilmirəm neçə qram su alınıb. Ona görə deyirəm x qram. Amma fakt sübut burada hidrogenin molyar kütləsini yazıram. Hidrogenin nisbət atom kütləsi nədir? 1'dir. 1'i vururam bu 2'yə. Eləyir 2. Bu 2'ni də bu 2'yə vururam. Eləyir 4. Hidrogenin molyar kütləsi oldu nə? 4 qram. 4 qram bəs hidrogen reaksiyaya daxil olanda bax tənasübdir. Neçə qram su əmələ gəlib? Suyun molyar kütləsini necə tapırdıq? Suyun molyar kütləsini bildim. Hidrogenin nisbət atom kütləsini vur onun sayına. Üstə gəl oksigenin nisbət atom kütləsini vur onun sayına. Sonda vur neçə? Bu 2'yə. Əmsala vurulmalıdır hökman. Mən də bu 2'ni saxlayıram. Yazıram 2 vurulsun. H2 neçə eləyir? 2 burada, 16 burada. Elədi 18. Aşağıdan yazam tənasübü. Dedim ki 16 qram hidrogenə x qram su alınırdı. 4 qram hidrogenə 2 vurulsun 18 qram. Tənasüb əldə eləmək bilirsən Ülvi? Tənasüb. Bəli. Kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. 4'ü vurdum x elədi necə? 4x. Bərabərdir. 16'ını da vuracam neçəyə? 2 vurulsun 18'ə. Eləcək 576. Bu 576'ını nəyə böləcəm? 4'ə. 4'ə. Eləcək 144. Cavab oldu D. 144. Samballı məsələ deməli. Heç samballı deyil. Valla çox sadəcə birinci dəfədir belə məsələ görürsünüz. Ona görə sizə elə çətin gəlir. Bax 8-ci sualda da yol göstərəcəm, siz öz həll edirsiniz. Deyir ki, neçə qram deyir? 8 qram kükürt deyir. Hələ bax kükürdü yazdım, kükürt S hərfi. Oksigeni də yandırır. Bu dəfə kükürdü. Nə yazsan? S plus O2 alınır. SO2 vəssalam. Sayılara bax hələ. Solda 1 kükürt, sağda 1 kükürt. Kükürdün sayı düzdür. Solda 2 oksigen, sağda 2 oksigen. Oksigen də sayı düzdür deyə əmsalları heç nə yazmırsan.
Bu məsələni də elə özüm həll edirəm. Kükürt neçə qram deyir? 8 qram üstünə yazdım. Deyir 8 qram kükürdün oksigen tamamlaması neçə qram SO2 alınır? Bax bunu soruşur. 8 qram yanında bilmirsən x qram. Yazdım x qram SO2 alınır. Və buralar işarə ilə yazıram. 8 qram kükürt neçə qram x qram SO2. Bəs onda kükürdün nisbi atom kütləsi neçədir? Bax verib burada. Nisbi atom kütləsi. Testdə verib. Ayır neçə verib? 32. 32 nə? 32 qram kükürdə isə nə qədər SO2 alınıb sizcə? 32 qram kükürt. SO2-nin molekul kütləsini tapırsan. Kükürt 32-dir. Üstə gəlsin. Oksigen də 16-nı vursan ki, neçə eləyir? 32. Bu 32 ilə bu 32-ni topladın, elədi 64. Kükürdün də molekul kütləsi neçə elədi? 64. Bəli, bu da oldu SO2. Vəssalam. Həll elə də indi. 32 ilə 8 ixtisar getdi. Burada qaldı neçə? 4. 4 ilə də 64 getdi. Burada qaldı 16. X bərabərdir 16-ya. Cavab oldu A variantı 8-dən. 9-cu suala yol göstərəcəm. Özünüz yazacaqsınız. 9-da deyir kalsiyumun. Bax, kalsiyum. Kalsiyumun işarəsi nə idi? Ca. Oksigində yandırır. Plus O2 alınacaq kalsiyum oksid. Vəssalam. Bunu əmsallaşdırmaq lazımdır. Nəyə görə? Bərabər eləmək lazım. Bəli, bəli. Solda neçə oksigen var Hüseyin? Sol tərəfdə, solda. Bax, burada. Neçə oksigen var? 2. Sağda neçə dənə var? Sağ görünmür. Gözəmir. Bilməli, balacalaşdırın biraz ekranı, daha doğrusu. Görünmür. Hı. Sağda neçə oksigen var? Bir dənə, əla. Solda isə 2 dənə. Deməli, bura 2 atacağım. Oksigen sayı düzəldi. 2 oksigen, 2, bu 2 oksigen də bu yanda. Bəs nəyin sayı dəyişdi? Aha, oksigenlərin sayını düzəltdim. Amma kalsiyuma bax, sağda 2 kalsiyum var. Solda neçə kalsiyum var? 1. Attım burada bir dənə 2 və salam düzəldi. Kalsiyum 2, 2. Oksigen 2, burada da 2. Əmsallaşmamız hazırdır. Vəssalam. Keçirəm şərti. Kalsiyum neçə qram dev reaksiya girir? 20 qram. 20 qram kalsiyum oksidin tayması neçə qram kalsiyum oksid alınıb? X qram. Kalsiyumun molekul kütləsi ayırı neçədir? Ayrı kalsiyumun. Hə, bax ora denə. 40. Əmsalı neçədir? Bax bu əmsala da vurursan 2-yə. 2 vurursun 40. Kalsiyum oksidinin indi emeri neçə olar? Kalsiyum oksidinin emeri neçə olar? Emeri. Bəli. Bax yazdım bu 2-ni gətirdim yazdım bura. 2 vurulsun kalsiyum oksidinin emeri. Kalsiyumun nisbi atom kütləsi neçədir? 40. 40. Oksigenda neçədir? Oksigenda 16. İndi emer neçə oldu? Sayıları birdir də. Bax vurmursan içinə. Hə. 32 olacaq. 40 ilə 16, 40 ilə 16. Kalsiyum 40, oksigen 16. Neçə elədi? 56. X-i özünüz taparsınız. Qurtardı getdi. 10-cu sual. Bax 10-cu sual. Deyir ki, nitrat turşusunun bir molekulunda cəmi neçə atom var? Nitrat turşusunun formulu budur. 10-cu sual. HNO3. Neçə atom var burada? Bəli. İndekslərin cəmi. Düz. İndekslərin cəmi. Neçə dənə hidrogen var burada Hüseyin? Bir dənə. Bir dənə. Neçə azot? 1. Şu cəmlə də bunu. Oksigen neçə dənədir? 3 dənə. Tarih neçə elədi Hüseyin? 5. Vəssalam. Sonra hansı sualınız qalıb? Buradakı suallar oxşardır. Dəqiqə. Müəllim 21. 11'i yazıbsınız, 11'i. 11'i yazıbsınız. 11 Mən xeyr, də müəllim. təkrar gəlməli. 5 dəqiqə gəlirsən. Gəl, yaxşı gəl.
Hə, Ülvi 11 qalıb. Keçmədi. Onda sualı verəmişəm. Bax Ülvi gör 11 necə tapılır. Çox asandır 11. Deyir ki, kütlə nisbətləri kalsium verib sənə, kükürt verib sənə, bir dənə verib oksigen verib sənə. 5, 4, 6 kimi olan birləşmənin formulunu müəyyən elə. Bunun kütlə nisbəti neçədir sənə deyir. Bax, kalsium 5-dir deyir. Kükürt neçədir? 4-dür. Oksigen neçə verib? 6. 6. Amma bax, əslində olan kalsiumun kütləsi əslində neçədir? Nisbi atom kütləsi. Verib orada. Atom kütləsi bir dəqiqə baxın müəllim 40. 40. Əla. Sənin cavabın nədir? Deyir ki, birləşmə formulunu düzəlt. Bax, düzəldəcək. Kalsiumun nisbi atom kütləsi 40-dır. Kükürtdə neçədir? Şurada 32. 32. Hüseyin 11-ci suala baxırıq. 32. O birisi oksigende neçədir nisbi atom kütlə? 16. Bax 16-nı yazım. İndi nə eləyirəm? Ən kiçik əkob var deyə ən kiçik ortaq bölünən. Bax burada da onu tapmalıyam. 40-a 32-ni 16-nı ixtisar aparmalıyam. Ən xırda, ən kiçik rəqəmdə ixtisar getməyəndə saxlayırsan, deyirsən ki, bu sənin nəyindir? Nisbətindir. İndi 40, 32, 16 nəyə ixtisar gedir? Misal üçün 8-ə ixtisar gedir. Bəli, gedir. 40-ı 8-ə böləndə 5, 32-ni 8-ə böləndə 4, 3-ünü də eyni rəqəmə bölməlisən. 16-nı 8-ə böləndə 2. Bundan sonra bunlar ixtisar gedir. 5, 4, xeyr müəllim. Bəli, getmir və salam. Bax, bizə verdiyi nisbət 5, 4, 6 idi. Burada isə 5, 4, 2-dir. Bax, indi buradan yazıram kalsium, S, O yazdım. Bizə verən bax 5, 4, 6, 5, 4, 2. Hansı maddənin sayı fərqlidir? Baxın öyle. Kalsium, oksigenin. Əla, Əsən. Hüseyin görsən, bax kalsium 5-dir. Burada da 5 tapmışam. Bax, yazım bura. Kalsium, kükürt, oksigen. Kükürt 4-dir. Burada da 4 tapmışam. Oksigenə bax 6 verib, amma əslində oksigen 2-dir. Deməli, bu 2-ni 6-ya gətirmək üçün neçəyə vurmalıyam? 2-ni 6-ya gətirmək üçün neçəyə vurmalıyam 2-ni? Bax, 3-ü də attım bura, qutardı, getdi. Bravo Ülvi, 3-ü də attım bura, vəssalam. Gördün bunu? Nə oldu? Kalsium SO3. Gördünüz? Cavab oldu B variantı. Hansının sayı artıqdırsa, vəssalam, həmin rəqəmə gəlmək üçün nə olub? 3-ə vurmuşdu misal üçün. Oksigen sayı artıq idi, 6 idi. 6-ya gəlmək üçün 2-ni vurmuşdu 3-ə. Mən də 3-ü yazdım bura. Qutardı, getdi. Hasan qutaracaq müəllim dərs. Hansı sual? Başqa hansı sual? Başqa 20 idi müəllim. 20. Əla. Bax, 20-ci sual. Bir atomun deyək kütləsi karbon 12 izotopun kütləsinin 3/4 hissəsinə bərabər olan EMT müəyyən elə. Sənə nə deyir? Bax, deyir ki, bir atomun kütləsinin karbon 12 izotopun kütləsinin 3/4 hissəsi. Karbon bax 12-nin, bunun kütləsi neçədir? Karbon 12-dir müəllim, karbon. 12-dir də, bəli. Kütləsi A-sı 12-dir də. Sən də 12-ni vurursan neçəyə? 12 vuracam onu. Yox, 1-ə. 3/4-ə. Bax, deyir 3/4 hissəsi, 3/4 hissəsinə. Bir atomun kütləsini deyir ki, karbon 12 izotopun kütləsinin 3/4 hissəsinə bərabər olan elementi tapacaqsan. 12-ni vur 3/4-ə cavabı tap. Neçə eləyir? 12 ilə 3 getdi, qaldı burada neçə? 4. 4-ü də vurdun 4-ə neçə elədi? 16. 16 hansı elementin nisbi atom kütləsidir? Oksigenin, bəli. Oksigen 16. Cavab Y. 21-də də yenə belədir. 12-yə vuracaqsan 6-da 7-yə. Sonra başqa. Başqa sual Hüseyin, sualları verir Hüseyin. Mən 24. Mən 24-də alam. 24. 24-dən əvvəl varındır. Ülvi. Xeyr müəllim. Xeyr, deyir ki, birləşmə X2O. O birisi nədir? Y2O. Qulaq asıyoruz. Digər isə Z2O'dur.
X2O'nun nisbətən molyar kütləsini verir 18. Y2O-da verir 20. Z2O-da verir 22. Molyar kütlə nə ilə işarə olunurdu? Mr ilə. Mr. İndi bu verdiyi Mr nədir uşaq? Bu 18 X2O'nun nə idi? Ha, Ülvi. Bu 18 X2O'nun nə idi? Testə bax. Birləşmə verib X2O, onun molyar kütləsini verib nə? 18. Yəni deyir ki, bu X2O'nun ümumi kütləsi 18-dir. Ha? Ha? Ülvi. İndi bu X2O 18-in içərisində həm X-in kütləsi var, həm oksigenin kütləsi var. Oksigenin kütləsi neçə idi nisbi atom kütləsi? 16 əla. Bu 18-dən çıxaram 16-nı, taparam 2 nə? 2 nədir? X2-nin molyar kütləsidir. X-in təkcə neçə olar nisbi atom kütləsi? 1. Y2O. Y2O deyir ümumi 20-dir. 20-dən 16 çıxanda neçə eləyir? 4. Əla. 4-ü də böləcəm, bax, bu Y-in sayına. Eləyəcək 2. Bax, Y-in nisbi atom kütləsi neçə oldu? 2. İndi Z2O. Z2O'da nədir? Ümumi kütlə. 16'dan 4 çıxadım, amma 6 deyir. 22-dən 16 çıxatsan neçə eləyəcək? 6. 6-nı böləcəksən, bax, 6 deyir ki, bax, Z2-nin, Ülvi, 6 nə? Z2-nin kütləsidir. Bəli, təkcə Z-in kütləsi neçə olar? 3. Yazdım üstünə 3. İndi deyir ki, XY Z-in hansı adı doğru göstərilmişdir? Hidrogenin neçə izotopu var idi? 3 dənə. Deuterium, tritium, bir dənə protium. Deuteriumda hidrogen H1 idi. Deuterium, tritium, protium. Bir dəqiqə. Əksini, protium, deuterium, tritium, protium, deuterium, bir dənə tritium. Protiumun işarəsi bax H1-dir. Deuterium nədir? H2. Tritium nədir? H3. Gətirib indi yerinə qoyursunuz. X-in nə oldu? X nə oldu indi? Bax, X bu daha. X'in adı nədir? Protium. Protium ya B'dir ya D'dir variantı. Y'in nədir? 2-dirsə oldu nə? D. Deuterium. Aha, cavab çıxdı B. Deuterium. Tritium hansıdır? Z3 olan. Bax, burada görsən Z-in nisbi atom kütləsi 3-dür. Hidrogenin nisbi atom kütləsi 3-dür. Deməli, bu nədir? Tritium. Tritiumda bax, buradadır. Z-in adı tritium. Cavab oldu B. Başa düşdünüz? Sonra bəs hansılar? Necə? 25-də tosunu bunun kimi. Eynən hidrogen izotopları, deuterium, tritium, protium. Biri 1 olacaq, biri 2, biri də 3. 36'dır bax. 36 verməyib 25'də. 36'dan çıxatsan düşürdün nisbi atom kütləsini verib 32. 36'dan çıxdın 32 neçə elədi? 4. 4'ü böləcək 2 əhsən. X elədi neçə? 2. 34'dən çıxacaqsan 32 Ülvi. Neçə eləyəcək? 2'ni bəli, 2'ni 2'yə böldün elədi 1. Y-də elədi 1. 38'dən çıx Ülvi 32. Əhsən. 6, 6'ını da böldün 2 elədi 3. Qutardı getdi. Deməli bu oldu nə? Tritium. Bu oldu protium. X2S. X nə oldu? Əhsən. Deuterium. Sağ ol Hüseyin. Hüseyin xariqələr yaradır. Bəli. Sonra müəllim, mənim sualım 32 idi. Səndə var Hüseyin əvvəldə? Mən 34. 34. 32. Kükürt deyir trioksid. Yəni kükürt yazsan, tri nə idi? 3 4 idi. Bax, tri 3 deməkdir. Bax burada hidrogeni də görsən, tritium nə idi? H3 götürmürdü. Bax, tritium da 3 götürmürdü. Tri 3 deməkdir.
D2 deməkdir. Tri 3 deməkdir. D2 deməkdir. Səhifə çevrildi. Hə. Protium, deuterium, tritium hidrogenində deyirdik. Tri nədir? 3 deməkdir. D2 deməkdir. İndi sən neçənci sual dedin? 32-ci sual. Bax, kükürt deyir trioksid. Oksid nədir? Oksigendir. Tri 3 dənə. Deyir ki, 3 dənə oksigen olsun. Formulumu düzəltdim. Aha, SO3. Bəli, SO3. Tri 3 deməkdir. Ülvi. Oldu nə? SO3 kükürt trioksid. Bəli. Kükürdün deyir kütlə payını hesablayın. Hesabla da burada. Kükürdün kütlə payı nə var hesablamağa? Kütlə payı hansı düsturunu hesablayırdıq? İşarəsi nə idi kütlə payının? Kütlə payının işarəsi kütlə payı. Hayır değil. Xeyr, ayır nisbi atom kütləsidir. Kütlə payının işarəsi nə idi? Omega. Oyna. Ha, omega. Omega kükürdün kütlə payını necə tapacaqsan? Kükürdün kütləsini böləcəksən ümumi kütləyə, vuracaqsan 100-ə. Faizlə bax, faizlə deyir sənə. Kükürdün nisbi atom kütləsinin neçədir? 32. Bölürsən ümumi kütləyə 32, üstə gəl neçə? 3-ü vurdun 16 elədi 48. Vurursun 100. Bərabər sual işarəsi. Bunu da sən həll eləyəcəksən. Sonra 34-cü suala Hüseyin. Yəni. İndi deyir ki 14,2 gram R2O5 maddəsində 8 gram oksigen var. Hala. RH3 birləşməsinin nisbi molekul kütləsini hesablayın. Baxın uşaqlar, sizə maddə verir R2O5 və bunun ümumi emeri neçədir? Deyir ki 14,2-dir. Və 14,2-sində nə qədər oksigen var? 8 gram oksigen var. Görürsünüz, ümumi emeri neçədir? 14,2-dir. Amma bunun 8 qramı nədir? Oksigendir. Bəs neçə qramı R2 olar sizcə? R2. Onda ümumi 14,2-dən çıxaram oksigenin üçün 8-i. Eləyər neçə? 6,2. Bəli, 6,2. 6,2 nəyə düşdü? R2-yə düşdü. Bayaqçı kimi. İndi 2-yə bölək, tapaq R-in nəyi? Nisbi atom kütləsini. Bəli, 3,1 nə oldu? Ayır deyək ki, nəyə düşdü? R-ə düşdü. 3,1. Hə. Bu 3,1 indi səndən indi soruşur ki, RH3-ün molyar kütləsini tap. R-in nisbi atom kütləsi neçə oldu? R-in. Tapdın 3,1. Yazacaqsan 3,1. Üstə gəlsin. Hidrogenin neçədir nisbi atom kütləsi? Hidrogenin nisbi atom kütləsi neçədir? Ülvi. 1. Bəli. Vurulsun neçəyə? 1 vurulsun hidrojen. Sayı. Hidrogenin sayı neçədir? RH3-də neçə dənə hidrogen var RH3-də? 3 dənə, 3 dənə. 3,1 də üstə gəlir 3, elə də 6,1 elə. Hə, deyir ki, maddə 8 gram oksigen varsa RH3 birləşməsinin nisbi molekul kütləsini hesablayın. 14,2 gram R2O5 maddəsində 8 gram oksigen var. 14,2 gram 8 gramdırsa. Hə, bunu şeylə hesablamaq lazımdır? Yox. Bunu belə yox. Ümumi tənasüblə həll eləmək lazımdır. Tənasüblə. R2O5 bax, deyir ki 14,2 qramında 8 qram oksigen varsa, bəs onda R2O5 nə idi? 2R plus 5-i vursan 16 eləyir 80. Düz. Nə qədər oksigen olar? O5 qədər oksigen var. Görürsünüz, R2O5-də nə qədər oksigen var? O5 qədər. Yəni ki, oksigen nisbi atom kütləsi 16, yenə vurdum 5-ə. Neçə elədi? 80. Bu 8 ilə 80 ilə 8 getdi, neçə qaldı? Burada qaldı 10, burada 1, hə? Vəsiyo, yazırsan 2R plus 80 bərabərdir. 14,2-ni vursan 10-a eləyir 142. 2R bərabərdir 142 çıx 80. Nə qədər eləyir? 62. R-in də bərabər neçə? 31-ə. R-i tapdıq 31. Gətir RH 3-də yaz yerinə.
ümumi moleküllərini tap. Mr RH3 bərabərdir. Nəyə? Siz deyəcəksiniz, mən yazacağam. Nə oldu? R-in isbat atomşəsini neçə tapdım? 31. 3-də gəlsin. Hidrogenin neçədir isbat atomşəsi? 1 vurulsun 3 bərabər neçəyə? 34-də. 34. Cavab Y variantı. Tənasüblə həll elədik. Növbəti sual. Deməli, 39. Ama bu 37 de var. 37 də var. Əla, ha. Bax, deyir ki, birinci birləşmənin formulu nədir? X, Y. Birinci birləşmə nədir? Bax, bu X, Y, 2 yazdım ayağına. Bu birinci birləşmənin xəttinə bax. Bu gəlir bu nöqtəyə, hə? X-in bax, bir verir X-in kütləsini bu xətt üzrə X-in kütləsini verir sənə. Bu xətt üzrə isə nə? Y-in kütləsini verir sənə. X, Y, 2-də bax, 7 dənə nə var? 7 qram X-un var. 8 qram nəyin? Y-un var. 8 qram Y2-un var. Tək Y-in kütləsi neçə elədir onda? Tək Y-in kütləsi neçədir? 4. 8-i böldün 2, 4 elədi də. İndi bax, ikincini bizdən tapmaq istəyir. Bir də üçüncünü. İkincini, üçüncünü tapmaq istəyir bizə. İkincidə bax, indi. İkinci hansı nöqtəyə düşür? Bu nöqtəyə düşür, hə? İkincidə baxa görə X-in kütləsi neçədir? 14. Aha, bura yazdım, bax. Göy rənglə yazıram ikincini. X, Y yazdım. X-in kütləsi neçədir? 14. Y də yenə eyni nöqtədə qalıb. 8 nöqtəsində qalıb. Deməli, bax, əvvəl X, Y2 olanda bu 8 idi, bu 7 idi, hə? İndi görsən nə artıb? 2 dəfə artan hansıdır? Deməli, Y də. X, bax hala, Y yerində qalıb. 8, bax, burada 2 yazdım. 8, elə. X, indi 2 dəfə artan hansıdır? X 7-dən gəlib 14-ə. Deməli, X-in də yağına düşəcək 2. Və bu ikilər nə olacaq? İxtisar gedəcək. Qalacaq nə? X, Y qalacaq. X, Y. X, Y. Bax, buradakini sildim. İkinciyə hansı düşdü? X, Y. Üçüncüyə hansı düşər? Gəlin onu tapaq. Üçüncüdə də yazım X, Y. X, Y 2-ni yazıram, hətta qeyd elədim. Bu 8-dir, bax. Üçüncü nöqtə, bax, görsən, üçüncü nöqtə yenə bura düşür. X-i neçədir? 21. Y-i neçədir? 8. Deməli, Y 8 olanda 2-dir. 3 dəfə nə olub? Artı. Bax, X əvvəl nə idi? X, Y 2-də. Y 8 idi. X nə idi? 7 idi. Nə artıb indi? Nə artıb bilbə? Hüseyin, nə artıb? X-a bax. Bəli, X 7-dir. X gəlib olub 21. X neçə dəfə artıb? 3 dəfə. Onda olacaq X3, Y2. Bax, X3, Y2. Səndən 2 ilə 3-cünü tapmaq istəmir. İkincinin hansı oldu? X, Y. Üçüncünün də oldu X3, Y2. B variant. Bəli, B variant. 39 demişdim deyəsən. 40 ilə ondan, 38 ondan. Bəli, 38 eynidir. 39. 39 da riyaziyyətdir. Baxın bura. 39. Deyək ki, bu və ya digər molekulun tərkibinə kükürdün hansı kütləsi daxil ola bilməz. Elə bura baxın, promoy. Bu tərəfi görsünüz. Sual olan hissən. Və kükürdün nisbi atom kütləsini neçə verib sizə? 32, hə? Hə, sualı oxu hələ Hüseyin. Sual nədir? Yani 39 dedik. Hə. Bu ve diğer molekulların tərkibində kükürt hansı kütləsi daxil ola bilməz. Hansı daxil ola bilməz sizə uşaqlar? Bilirsiniz, 32-nin kükürdün nisbi atom kütləsi 32-dir. Elə bil ki, kükürdü tam ədədlərə vuranda həmin ədəd alınmasın. Həmin alınmayan rəqəm nə? Kükürdə daxil ola bilməz. Misal üçün, bax, burada ala, sən düz dedin. Amma bir dənə bax, C bəndinə bax ki, 32 verib, kükürdü 32-dir. 1-ə vuranda elir 32. Kükürd neçə? Bax, B bəndə 96-nı verib. 32-ni 3-ə vursam eləcək 96.
32-ni 4-ə vursam eləcək 128. 32-ni 2-yə vursam eləcək 64. 32-ni hər hansısa bir tam rəqəmə vuranda 48 eləmir amma. Ona görə cavab olur A. Növbəti sual bəs. Yani 40'da da beğensi olacak. D variantı. Bəli, eynən 40-da da budur. Cavab 40-da yox. Cavab 40-da hansı variantdır? Deyir, ola bilərdir, ola bilər. Olabilir mi? Aha. Bəli, 64 olar Həsən. Nəyə vuranda? 2-yə vuranda olacaq 64. Cavab Y, düzdür. Düzdür, sən 64. Sonra növbəti sual, bir dənə də sual verin. 49 müəllim. 49, qəşəng sualdır. Ekranı görürsünüz. Bax, deyək ki, sizə şeyin üstündə nə yazılır? Burada yazılıb ki, görsən, reaksiya tam daxil olan maddələr. Hansı maddədir? Biri YO3-dür, o birisi isə XOH-dır. Bax, yazıram, YO3 üstə gəlsin XOH. Ox işarəsi qoyuram, reaksiya aparıram da. Reaksiya deyir məhsullar, yəni ki, alınan maddələr hansılardır? X2YO4 üstə gəlsin nə? H2O. Burada da əmsallaşdırmalıyım, sayıları düzəltməliyəm. Bax, Y-in burada bir dənədir, burada da bir dənədir, düzdür. Oksigen 3 dənə burada, bir dənə burada, elədir 4. Sol tərəfdə oksigenim 4-dür. Sağ tərəfdə neçə oksigen var? 4 plus 1 elədir 5 dənə. Aha, oksigen sayı düzdür. X-in sayına baxım. X sol tərəfdə bir dənədir, sağda 2 dənə. Deməli, bura bir dənə 2 atsam, sayı düzələcək. 2x, 2 dənə x. Oksigen neçə dənə oldu? 3'ü burada, 2'si burada. 5. 5 dənə də bax bu tərəfdə olacaq. 4 plus 1, 5. Hidrogen sayı 2 dənə burada. Solda da 2 dənə hidrogen var. Düzəldi, indi sayılar. Bəli, indi bax, məsələyə baxaq. YO3-ün kütləsini verir, bax, sənə cədvəldə M qram. Üstünə yazdım M. XOH-ın da kütləsini sənə verir M qram. Üstünə yazdım M qram. Amma Y2O4-ün kütləsini neçə verir mənə? 28,4. Həla, 28,4. H2O-nun kütləsini neçə verir mənə? 3,6. İndi bura baxın uşaqlar. Maddə kütləsinin sağlanması qanunu və yaxud da bax belə deyirik. Reaksiyanın solunda və sağında olan maddələrin kütlələri cəmi bərabər olmalıdır. Yəni ki, reaksiyanın sol tərəfində, misal üçün 5 qram Y varsa, reaksiyanın sağ tərəfində də 5 qram olmalıdır. Ona görə nə olur? Bunlar bir-birinə bərabər olur. Soldan sağ. Biz də nə eləyəcəyik? Sol tərəfin kütləsini sağ tərəfin kütləsinə bərabər eləyəcək. Solda nə var? YO3-ün kütləsi M-dir. Üstə gəlsin. XOH-ın kütləsi neçədir? M gram. Necə? Bəli, o da M-dir. Bir dəqiqə gözləyin. Bəli. Görürsünüz bu. M qram 28,4, 3,6. Ha.